Ben Mirzəyev Zahir Müslümoğlu, 44 günlük vətən müharibəsinin qazisiyəm. Mən buradan bir qazi kimi üzümü tutub Cənab Ali Başkomandana müraciət edirəm. Hörmətli Cənab Ali Başkomandam, hörmətli Cənab Prezidentim, hörmətli Mehriban xanım. Biz qazilər bilirik ki, siz hər zaman şəhid ailələrinin yanındasınız, biz qazilərin yanındasınız. Hörmətli Cənab Prezidentim, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim səsimə səs verəsiniz. Mənim yoldaşım Şükürə və Rəvanə Goranboy rayonu Yuxarı Ağzakənd qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbdə Zamanova Mətanət xanımında katibə işləyirdi. 2025-ci ilin avqust ayının 27-sində Goranboy rayonu Aşağı Ağzakənd qəsəbəsində yerləşən təhsil şöbəsinin direktoru İrizvan müəllim bizə bildirdi ki, Şükürə və Rəvanənin işi ixtisara düşüb. Hörmətli Təhsil Naziri, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim yoldaşım Şükürə və Rəvanənin yenidən işə qayıtmağına köməkdarlıq eləyəsiniz. Hörmətli dövlət qurumları, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim yoldaşım Şükürə və Rəvanənin yenidən işlə təmin olunmasına kömək eləsiniz. Mənim özüm aldığım 380 manat əmək haqqı alıram. 380 manat aldığım əmək haqqının qarşılığında 2 uşağım var. 2 uşağın heç bir hazırlığını göndərə bilmirəm və məktəb ləvazimatını ala bilmirəm. 380 manat aldığım əmək haqqının qarşılığında da ailəmi dolandıra bilmirəm. Hörmətli dövlət qurumları, hörmətli Təhsil Naziri, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm. Mənə dəstək olun, mənə kömək olun. Hörmətli Ailə Başkomandam, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim yoldaşım Şükürə və Rəvanənin yenidən işə qayıtmağına köməkdarlıq eləyəsiniz. Bütün dövlət qurumlarına kömək istəyirəm. İnşallah səsimə səs verərlər, yoldaşım yenə də işlə təmin olunar.